Deməli belə uşaqlar, bizdə nədir məsələmiz? Danışırıq mətnlərin emalı. Biz proqram təminatını öyrəndik sizlə. Proqram təminatının içərisində müxtəlif tipli proqramları sadaladıq, əməliyyat sistemlərindən danışdıq. Tətbiqi proqramlar və instrumental proqramlar. Tətbiqi proqramlarında müəyyən bir hissəsini əsasən Office proqramlarının bəzilərini sizin diqqətinizə çatdıracağıq. Burada mətnlərin emalı, elektron cədvəllər və verilənlər bazasına aid olan müxtəlif proqramlar haqqında sizlərə məlumat verəcəyik. İndi bugünkü dərsimiz mətnlərin emalıdır. Biz tətbiqi proqramları öyrənəndə mətn redaktorlarının adını çəkdik. Müxtəlif mətn redaktorları var idi, Word var idi, WordPad var idi, Notepad var idi, Office Writer, Open Office Writer var idi və sair və ilaxır kimi bizim mətn redaktorlarımız var idi. Birinci, testlərdə qarşınıza çıxa bilər. Var mətn redaktoru, bir də var mətn prosessoru. Sizdən testlərdə bunların fərqini soruşa bilər. Redaktorla prosessorun fərqi nədir uşaqlar? Redaktorla prosessorun fərqi ondadır ki, redaktor adından da göründüyü kimi bunun əsas işi mətnin redaktəsi, yəni mətnin yazılması, mətnin üzərində müxtəlif düzəlişlərin olunması, yəni adətən sırf mətnlə bağlı əməliyyatlar yerinə yetirilir mətn redaktorlarında. Yəni mətn redaktorlarının işi biraz sadədir. Amma mətn prosessoru deyəndə mətn prosessorunun işi mürəkkəbdir. Mətn prosessorundan daha çox əməliyyat yerinə yetirmək olur. Hansı tipli Tamam əməliyyat? Merdim, haftam nasıl? Salam, salam Samir, hər Lütfen vaxt. derse giriştim. Buyur, buyur, onsuz da təzə başlamışıq. Hə, dedik ki, redaktorun işi sadə mətn hazırlamaq, mətn üzərində redaktə əməliyyatlarını aparmaqdan ibarətdir. Amma mətn prosessorlarının işi mürəkkəb mətn sənədi hazırlamaqdır. Sual verərsiniz ki, mürəkkəb mətn sənədi nədir? Uşaqlar, mürəkkəb mətn o deməkdir ki, mətnin içərisində əlavə qoşmalar olur. Hansı qoşmalar ola bilər? Cədvəllər ola bilər, qrafiklər ola bilər, diaqramlar ola bilər. Sonra sənəd üzərində mürəkkəb formatlanma əməliyyatlarını yerinə yetirmək ola bilər. Yəni imkanlar, proqramın imkanı nə qədər çoxdursa, sənədə nə qədər çox təkil, cədvəl, qrafik, diaqram kimi qoşmalar əlavə eləmək mümkündürsə, proqram bunlara imkan verirsə, bu tipli proqramlar təkcə redaktor yox, eyni zamanda mətn prosessoru adlanır və biz bu gün sizlə Word mətn redaktoru eyni zamanda mətn prosessoru da adlana bilər. Çünki Word proqramının istifadə imkanları genişdir. Sadaladığım kimi Word mətn redaktorunda sənədin içərisinə şəkillər, cədvəllər, qrafiklər, diaqramlar əlavə eləmək mümkündür. İndi biz Word mətn redaktorunda əsasən toxunacağımız şeylər nələrdir? Birinci gəlib baxırıq proqram pəncərəsinə. Biz proqram pəncərəsində nələri görürük? Başlayaq onları sizlə xırdalayaq. Proqramı açdığınız zaman proqram pəncərəsində bax burada tam mərkəzdə dokument 1 yazısı olur. Dokument 1 yazısı nədir? Dokument 1 proqramı açarkən proqramın boş sənədə avtomatik təyin elədiyi addır. Buna deyirlər sənədə susma vəziyyətində təyin olunmuş ad. Susma vəziyyəti testlərdə sizin qarşınıza çıxa bilər. Susma vəziyyəti nədir? Uşaqlar, susma vəziyyəti proqramın açılış vəziyyətidir. Yəni proqramı açmısınız, amma proqram üzərində hələ hər hansısa bir iş görməyə başlamamısınız. Açılış vəziyyətində biz buna deyəsirik susma vəziyyəti. Və dokument 1 də susma vəziyyətində proqramın avtomatik sənədə təyin elədiyi addır. Təbii ki, siz özünüz sənədi yaddaşa verəndə bu adı dəyişə bilərsiniz. Ondan sonra gəlib baxırıq, burada sol küncdə bizim bəzi düymələrimiz var. Baxın, burada kursoru düymənin üzərinə gətirəndə düymənin adını görə bilirsiniz. Baxın, burada save düyməsi yerləşir. Uşaqlar, save düyməsi sənədi yaddaşa vermək üçündür. Yəni, siz bir mətn yazdıqdan sonra həmin mətni yaddaşda saxlamaq istəyirsinizsə, gəlib save düyməsini sıxıb sənədi yaddaşa verə bilərsiniz. Save düyməsinin yanında baxın, bu sol tərəfə olan əyri ox, istiqaməti sola olan əyri ox. Bu undo düyməsidir. Uşaqlar, undo düyməsi hansı əməliyyatı yerinə yetirir? Undo düyməsi
sonuncu yerinə yetirilən əməliyyatdan, daha doğrusu əməliyyatın nəticəsindən imtina eləyir, həmin əməliyyatı əvvəlki vəziyyətinə qaytarır. Bu cümləni başa düşməsəz izah eləyim nə deməkdir. Məsələn, mən gəlirəm, burada yazıram informatika mətnin. Aşağıya bir informatika mətni yazmışam, gördüyünüz kimi. Mən seçirəm bu mətni. Mətni seçdikdən sonra gəlirəm bura, ölçü olaraq təyin edirəm 72 ölçü. Baxın, indi mən neynədim? Əvvəlcə 11 ölçüdə idim. Ölçünü dəyişdim, elədim 72. Bax, ando düyməsi sonuncu icra elədiyim əməliyyatdan imtina eləyir. Yəni, mən gəlib bu düyməni sıxsam, bu mətni əvvəlki vəziyyətinə qaytaracaq. Görürsünüz, gətirdi, qaytardı 11 ölçüyə, əvvəlki vəziyyətinə. Bir də təkrarlayıram. Ando düyməsinin klaviatura qısa yolu Ctrl-Z-dir. Gördüyü iş sonuncu yerinə yetirilən əməliyyatın nəticəsindən imtina eləyir. Yəni, əməliyyatı əvvəlki vəziyyətinə qaytarır. Sonra onun yanında yerləşən əməliyyat redo düyməsidir. Klaviatura qısa yolu Ctrl-Y düyməsidir. Bu isə imtina elədiyimiz əməliyyatı geriyə qaytarır. Mən 72 ölçüdən Ctrl-Z ilə imtina elədim. İndi gəlib bu düyməni sıxsam və yaxud Ctrl-Y düymə kombinasiyalarını icra eləsəm, həmin o 72 ölçü geriyə qayıdacaq. Bax, indi bu düyməni sıxıram. Görürsünüz, təzədən 72 ölçünü mənə geriyə qaytardım. Deməli, gəlin bunları yazaq. Deməli, buradan qeyd eləyirəm. Biraz kiçik ölçülərlə yazaq. Sonra bu qeydlərlə elə sizə təqdim eləyərik. Deməli, nə oldu? Birinci, save düyməsi. Klaviatura qısa yolu nə oldu? Ctrl plus S, save. Nə inirdi? Sənədi yaddaşa verirdi. Buradan da yazdıq. Sənədi yaddaşa verir. Sənədi yaddaşa verir. Ondan sonra ardında gəldik, nə dedik? Ctrl ando əməliyyatı. Ando. Klaviatura qısa yolu nə idi? Ctrl plus Z. Ctrl plus Z. Nə inirdi? Sonuncu əməliyyatdan imtina edirdi. İmtina edir. Sonra bir də öyrəndik. Redo əməliyyatı. Redo əməliyyatının klaviatura qısa yolu Ctrl-Y. Bu nə inirdi? İmtina olunmuş əməliyyatı geriyə qaytarırdı. İmtina olunmuş əməliyyatı geriyə qaytarır. Geriyə qaytarır. Yəqin ki, bu izah elədiklərim sizə aydın oldu. Bura reda yazmışam, bu redodur. Kim nəyə başa düşməsə soruşar. Sonra gəldik, baxdıq. Burada find düyməsi var. Find düyməsi, bunu mən yerləşdirmişəm. Normalda bu lupa burada olmur. Yəni, susma vəziyyətində bu düymə burada olmur. Siz təbii ki, istəsəz, bura siyahı var. Bax, bu düymənin üstünə vurub, buradan əlavə düymələr əlavə eləyə bilərsiniz. Proqram özü həmişə 3 dənə düyməni əlavə eləyir. Save-i, andonu, bir də redonu. Təbii ki, dediyim kimi, bu siyahını artırmaq olar. Onda siz proqramın susma vəziyyətinə dəyişiklik eləmiş olasınız. Sonra gəldik, baxdıq. Bir də ekranın sağ küncünə baxıram. Sağ küncündə də uşaqlar nələr var? Sağ küncündə də burada minimize düyməsi var. Pəncərəni minimallaşdırır. Minimallaşdırma nədir? Pəncərəni bax gətirib burada aşağıda taskbar panelə yığır. Yəni pəncərəni bütövlükdə bağlamır. Sadəcə bu düymələr nə edir? Pəncərəni minimallaşdırıb taskbar panelə yığır. İndi gəldik, baxdıq. Bu düymə pəncərənin ölçüsünü kiçildir. Baxın, pəncərənin ölçüsü kiçildir, böyüdür. Pəncərənin ölçüsünü kiçildir, böyüdür. Və bir də burada gördüyünüz close düyməsidir. Bu da proqram pəncərəsini bütövlükdə bağlayır. Proqram pəncərəsini bütövlükdə bağlayır. Ondan sonra biz bu yuxarıda gördüyünüz düymələr olan hissiyə deyirsiniz başlıq sətri, uşaqlar. Başlıq sətrinin altında gəlir, yerləşir menyular, fayl menyusu və bir də lent interfeysləri. Home, insert, draw, design, layout, reference, mailings, review, view, help və s. Biz əsas danışırıq home-dan və bir də müəyyən qədər insert-dən, cədvəllər falan əlavə eləməkdən danışasıyıq. Ondan sonra burada aşağıda lentanı görürsünüz. Yəni, bax, buradakı əməliyyatlar bir lentanın üzərində yerləşir. Home lent tabı. Bu home-a deyirsiniz lent tabı və aşağıda gördüyünüz alətlərə deyirsiniz lent interfeysi.
insertdə, bax bu bütövlükdə insertin üzərinə vuranda burada açılan alətlərin hamısı insert lent tabının elementləri sayılır. İndi bunların içərisindən danışacağıq. Sonra burada siz görürsünüz xəttkeşlər. Bu xəttkeşlər vasitəsilə vərəqin kənar sərhədlərindəki boşluqları təyin eləmək olur. Ondan sonra burada siz görürsünüz iş sahəsi. İş sahəsindən sonra aşağıda siz görürsünüz cari vəziyyət sətri. Bu cari vəziyyət sətri də sizə müəyyən məlumatlar verir. Hansı məlumatları? Sənədin neçə səhifədən ibarət olmasın, sənəddəki sözlərin sayın, sənədin hansı əlifba ilə yazılmasın, bunları göstərir. Ondan sonra aşağıda sənədin görünüş rejimləri var, oxuma rejimi var, iş rejimi var, web səhifə görünüş rejimi var və bir də aşağıda da gəlib görürsünüz miqyas çubuğu. Miqyas çubuğu da gördüyünüz kimi sizin iş sahənizi, yəni vərəqinizin ölçüsünü böyüdüb kiçildir. Amma onu yadınızda saxlayın ki, uşaqlar, bu iş sahəsini siz böyüdüb kiçildəndə miqyas olaraq miqyası artırıb azaldanda bu çapa təsir eləmir və bir də şrift ölçüsünə təsir eləmir. Bu nə deməkdir? Yəni, məsələn, hal-hazırda siz mətn ölçüsünü görürsünüz 16 ölçü ilə də. 16 ölçü ilə görürsünüz. Mən burada miqyası böyüdürəm. Şriftlər sizə böyümüş kimi görsənir. Amma baxın, şrift ölçüsü hələ də 16-dır. Yəni, testlərdə görsəniz ki, miqyas dəyişimi şriftlərin, şrift yəni deyəndə buradakı hərfləri nəzərdə tuturam. Şriftlərin ölçüsünə necə təsir eləyir? Deyəsiniz ki, miqyas dəyişimi şriftlərin ölçüsünə təsir eləmir. Ondan sonra miqyas dəyişimi çapa necə təsir eləyir? Sənədi çap eləyəndə çapa necə təsir eləyir? Deyəsiniz ki, miqyas dəyişimi çapa təsir eləmir. Yəni, bu suallar bilin ki, karıxdırıcı suallardır. İndi gəldik, baxdıq. Biz ümumi nə ilə tanış olduq? Pəncərə ilə tanış olduq. İndi gəlib qarşımıza hansı tipli suallar çıxacaq, onlarla tanış olasıyıq. Bax, burada menyular və lent tabları haqqında məlumatları verək sizə. Birinci gəldik fayl menyusuna. Uşaqlar, sizdə proqramda, Dimin təqdim elədiyi proqramda, məndə indi Word proqramının son 2019-cu il versiyasıdır. Amma sizdə təəssüf ki, 2010-cu il versiyadır nəzəriyyələrdə. Çünki orta məktəb kitablarında Word köhnə forması saxlanılıb, 2010-cu il versiyası saxlanılıbdır deyə. Dim də proqramı orta məktəb kitablarına uyğunlaşdırdığı üçün bizdə bir balaca fərqlər var. Yəni, siz 2010 versiyanı buradakı interfeyslə görmürsünüz. 2010 versiya indi istifadə olunmur. Aradan 15 il vaxt keçibdir. Yəni, bu əslində Nazirliyin problemidir. Nazirlik dərslikləri yeniləməyib informatika kitablarının orta məktəbdə. Yəni, yeniləsə son versiyanı salmalıdır. Deməli, gəldik, baxdıq. Fayl menyusu oxşarlıqlarını deyəcəm. Fayl menyusunun içərisində nələr var? Baxın, fayl menyusunun içərisində bu recent bölməsi ayrıca bir düymə kimi olurdu burada. Amma indi 2019 versiyada dəyişiblər. Fayl menyusunu açanda uşaqlar, bax burada gördüyünüz bölmə recent bölməsidir. Recent bölməsi nədir? Recent bölməsi sizin Word-də son istifadə elədiyiniz sənədlərin siyahısını göstərir sizə. Məsələn, tutaq ki, bax, məndə göstərir ki, mən son tarixləri ilə bir yerdə göstərir ki, mən proqramda son dəfə hansı sənədlərlə işləmişəm. Recent bölməsi nə göstərəcək? Bax, görürsünüz, burada recentin altından xətt çəkibdir. Recent bölməsi Word proqramında son dəfə istifadə elədiyimiz sənədlərin siyahısını göstərir bizə. Ondan sonra burada görürsünüz New. New yeni sənəd yaratmaq üçündür. Siz bunun üzərinə vuranda burada sizə şablonlar təqdim eləyir. Baxın, aşağıda şablon sənəd formaları təqdim eləyib. Məsələn, siz özünüzə CV hazırlamaq istəyirsinizsə, burada belə bir şablon var. Bu CV şablonudur. Həmin şablon əsasında sənəd hazırlaya bilərsiniz. Ümumilikdə yeni bir sənəd yaratmaq istəyirsinizsə, new ilə yaratmaq istəmirsinizsə, yəni bu faylın içərisinə daxil olum, new vurum, bu uzun bir proses kimi gəlirsə sizə, yadınızda saxlayın, deməli, new əməliyyatının klaviatura kombinasiyasını qeyd edirəm sizin üçün. Deməli, new əməliyyatının klaviatura kombinasiyası uşaqlar Ctrl plus N düymə kombinasiyasıdır. Nə işə yarayır? Deyəsiniz ki, yeni sənəd yaradır. Deyəsiniz ki, yeni sənəd yaradır. Buradan da qeyd edirəm, yeni sənəd yaradır.
Ondan sonra gəldik baxdıq. Baxın uşaqlar, burada new-nun altında open əməliyyatı var. Open da sizin qovluq pəncərələrinizi açır. Məsələn, tutaq ki, burada sizə deyir ki, məsələn, mən bu kompüterdəki və yaxud faylları axtarmaq istəyirəm. O dəqiqə open əməliyyatını vurdum, gəldi mənə burada qovluqlarımı göstərir. Və bütün qovluq strukturumu, diskimi falan hamısını buradan. Tutaq ki, mən ekrandakı Word sənədi axtarıram. Bax, mənim ekranımda 4 dənə Word sənəd var. İstədiyim Word sənədi axtarıb tapa bilərəm. Yəni open əmri vasitəsilə siz kompüterin fayl strukturunu incələyə bilərsiniz. Oradan Word sənədlərinizi axtarıb tapıb həmin sənədlər üzərində iş görə bilərsiniz. Uşaqlar, open əməliyyatının da klaviatura qısa yolu Ctrl və O düymələridir. Bunu şeylərlə, baş hərflərlə yadda saxlaya bilərsiniz. Baş hərflərlə deməli, burada da nə deyəsiniz? Deyəsiniz ki, qovluq pəncərəsini qovluq pəncərəsini açır. Bu qovluq pəncərəsində nə üçün açır? Word tipli sənədlərin axtarıb tapıb açılması üçün açır bunları. Ondan sonra gəldik, baxdıq. Burada nə var? Sonra burada var info düyməsi. Info düyməsi nə edir uşaqlar? Info düyməsi sənəd haqqında məlumat verir. Bax ki, mən burada ən çox pul qazandıran 10 ixtisas deyə bir fayl var burada. Bu fayl silinib deyəsən. Qoy görək burada açırmı? Hə, məsələn, belə bir fayl var əlimizdə. Tutaq ki, bu fayl haqqında mən fayl bölməsinə daxil oluram və infonun üzərinə vururam. Uşaqlar, info sizə sənəd haqqında məlumat verir. Ən son, bax, hansı sənəd? Ən çox pul qazandıran 10 ixtisas. Bu sənəd haqqında görün hansı məlumat verib. Ölçüsünü göstərib. Bax, görürsünüz, 27.9 kilobayt. Səhifələrinin sayını göstəribdir. Deyir ki, 3 səhifə var. Sözlərin sayı Word 1204 dənə. Total editing, yəni ümumi redaktə vaxtı 1 dəqiqə. Ondan sonra dəyişiklik tarixini göstərib 3-11-ci ay, yaradılma tarixi 3-11-ci ay. Müəllif məlumatları kim tərəfindən modify dəyişiklikdir. Müəllifi kimdir? Kim tərəfindən dəyişiklik olunub? Və hətta burada görürsünüz çap olunma tarixi belə var. Last printed, prosto bu sənəd çap olunmayıb deyə burada bir vaxt göstərmir. Info sənəd haqqında müəyyən məlumatları sizə verəcək. Save sənədi yaddaşa verir. Bayaq bunu qeyd elədik. Klaviatura qısa yolu Ctrl-S idi. Save as da sənədi yaddaşa verir. İndi deyərsiniz ki, müəllim, save ilə save as-ın fərqi nədir? Məsələn, tutaq ki, siz bu sənəddə 10 dənə abzas görürsünüz də, düzdür? Mən bu sənədin içərisindən sonuncu abzası silirəm. İkinci mühəndisliyi və memarlıq. Tutaq ki, mən 10-cu silirəm. Bunu yeni sənəd kimi yaddaşa vermək istəyirəm. Amma istəyirəm ki, bu köhnə sənəddə öz yerində qalsın. Bu yeni sənəd kimi yaddaşa getsin. Amma hal-hazırda dəyişiklik elədiyim sənədin orijinal versiyası da öz yerində qalsın. Onda mən gəlib mütləq save as eləməliyəm. Save as eləyəndə, tutaq ki, gəlib seçirəm this PC və buradan da seçirəm iş masası. İş masasında saxlamaq istəyirəm. Mən 10-cunu sildim. Bax, save as əməliyyatında failin adını dəyişə bilirsiniz. Buraya yazdım, ən çox pul qazandıran 9 ixtisas. Save as əməliyyatında testlərdə düşür. Failin tipini dəyişə bilərsiniz. Gəlib seçdim, PDF fayl kimi saxlayıram bunu yaddaşda. Müəllifini dəyişə bilərsiniz. Ondan sonra tag əlavə eləyə bilərsiniz, axtarışı asanlaşdırmaq üçün. Və gəlib bunu istəsəz başqa bir qovluğa da əlavə eləyə bilərsiniz. Məsələn, mən bunu əlavə eləyirəm. Misal üçün sənədlər qovluğuna. Gəldim, save elədim. Baxın, indi bax görürsünüz, save as yeni sənəd kimi yaratdı bunu bizə. Word sənəd kimi yaratmadı. Bax görürsünüz, sənədin də üzərində dəyişikliklər oldu. Aydındır? İndi mən gəlib bu sənədin orijinalını bağlasam. Mənə deyir ki, bunu yaddaşa vermək istəyirsən, deyirəm ki, yox, istəmirəm. İndi mən qayıdıram, təzədən həmin sənədi açıram. Yəni, o ən çox pul qazandıran 10 ixtisas. Bax, görürsünüz, bu sənədə heç bir dəyişiklik olmadı. Görürsünüz, 10-cu abzasa qədər hamısı yerindədir. Yəni, siz sənədin üzərinə dəyişiklik eləmək istəyirsiniz. Amma sənədin orijinallığını korlamaq istəmirsinizsə, o zaman sənədi save ilə yox, save as əməliyyatı ilə yaddaşa verməlisiniz ki, orijinal sənəd öz yerində qalsın, dəyişiklikləriniz yeni sənəd kimi yaddaşa getsin. Ondan sonra bu historisə lazım deyil. Print əməliyyatına baxırıq. Print sənədi çapa verir. Deməli, qayıtdıq bura. Print əməliyyatı.
Print əməliyyatının uşaqlar klaviatura qısa yolu Ctrl P, print. Sənədi çap edir. Gəldik qeyd elədik. Sənədi çapa göndərir. İndi bunun içərisində, printin içərisində bilməli olduğumuz bəzi məqamlar var. Bu məqamlar nədir? Gəlin ondan tanış olaq. Deməli, mən baxıram çap əməliyyatına bu sənəd üçün. Burada səhifə sayı biraz çoxdur, ona görə deyirəm. Deməli, baxın, print əməliyyatında bax bu copy gördüyünüz hissədə nüsxələrin sayı təyin olunur. Məsələn, mən sənədi 10 nüsxə ilə çapa vermək istəyirəm. Ondan sonra burada çap eləyəcəyiniz, ola bilsin ki, sizin kompüterinizə 2 dənə printer qoşuludur və yaxud ola bilsin ki, 3 dənə printer qoşuludur. Siz buradan printer seçiminizi eləyirsiniz. Hansı printerlə istəsəniz, ondan sənədi çapa göndərirsiniz. İndi burada printin alt kateqoriyaları var. Bax, birinci print all page əməliyyatı. Bunu seçəndə sənədiniz başdan sona qədər çap olunacaq. Yəni, birinci səhifədən sonuncu səhifəyə qədər çap olunacaq. İkinci gördüyünüz əməliyyat, uşaqlar, print selection əməliyyatıdır. Select, İngilis dilindən bilirsiniz, seçmək deməkdir. Görürsünüz, burada deaktivdir select əməliyyatı. Niyə? Çünki mətndə seçilmiş bir hissə yoxdur. İndi mən qayıdıram mətnin bu içərisindən IT management olan hissəni seçirəm. Gəldim, bu hissəni seçdim. Bu hissəni seçdim. Gəlirəm faylın içərisinə. Print. Açdım bu hissəni. Baxın, artıq görürsünüz, bayaq solğun rəngdə verilmişdi. Amma indi print selection əməliyyatı aktivdir. Bayaq mən bunu seçə bilmirdim. Amma indi seçə biləcəm. Seçdim bunu. Print selection bizə nə deyir? Ancaq hansı, mən bir abzası seçdim də, gördüyünüz kimi IT managementə aid olan abzası seçdim. Həmin abzas çapa gedəcək. Başqa heç bir şey. Yəni, nəyi seçmisinizsə, həmin hissə çapa gedəcək. Seçdiyiniz hissə bir cümlədə ola bilər, bir sözdə ola bilər, bir simvolda ola bilər, bir abzasda ola bilər. Heç bir problemi yoxdur. Print selection əməliyyatında yalnız sənədinizdə seçilmiş hissə çapa gedir. Ondan sonra gəldik, baxdıq. Nədir burada məsələmiz? Print selection'dan sonra uşaqlar, burada var print current page əməliyyatı. Current page nə olan şeydir? Current page nə işə yarayır? Başlayaq, danışaq current page'dən. Current İngilis dilindən bilirsinizsə, cari, hal-hazırki mənasındadır. Print current page əməliyyatı da, məsələn, mənim bu sənədim 3 səhifədir. Mən gəlirəm, kursorum hal-hazırda buradadır. Kursorumun dayandığı səhifə deyə görsənir. 2 görsənir burada. Görürsünüzmü? Kursorum ikinci səhifədədirsə, əgər mən print bölməsində print current page əməliyyatını icra eləsəm, mənim yalnız kursor dayanan səhifəm çapa gedəcək. Kursorum harada dayanırsa, həmin səhifəmizdə çapa gedir. İkinci səhifədə dayanmışamsa, ikinci səhifə çapa gedəcək. 5-ci səhifədə dayanmışamsa, 5-ci səhifə. 10-cu səhifədə dayanmışamsa, 10-cu səhifə çapa gedəsidir. Sonra bir də var custom print. Custom print nə olan şeydir, uşaqlar? Tutaq ki, siz istəyirsiniz ki, sənədinizin bütün səhifələri, əlinizdə 50 səhifəlik bir sənəd var. Siz bu 50 səhifənin hamısını çap eləmək istəmirsiniz. Sizə lazımdır 1-ci səhifə, 7-ci səhifə, 15-ci səhifə, 23-cü səhifə. Hansı səhifələri çap eləmək istəyirsinizsə, həmin səhifələri vergüldən gəlib yazırsınız. 1-ci səhifəni çap eləmək istəyirsiniz, sonra gəldiniz, vergül qoydunuz. 7-ci səhifəni çap eləmək istəyirsiniz, 15-ci səhifəni çap eləmək istəyirsiniz, 23-24-cü səhifəni çap eləmək istəyirsiniz. Səhifə nömrələrini daxil edib həmin səhifələri çap eləyə bilərsiniz. İndi gəldik, baxdıq. Sonra custom printin içərisində bu tək-tək səhifələri seçib çap eləmək üçündür. Onları vergüllə yazırsınız. Bir də ola bilər ki, siz istəyirsiniz ki, sənədinizin içərisindən 20-ci səhifədən başlayıb ardıcıllıqla 35-ci səhifəyə qədər hamısı çap olunsun. İndi bunu nətər eləyə bilərsiniz? Bir nömrə yazmaq təbii ki, vaxt itkisidir. Tre ilə yazmaq var, uşaqlar. 20 yazırsınız, tre 35. Burada çap necə gedəcək? 20-ci səhifədən başlayacaq. 20, 21, 22, ta ki sonuncu çap eləyəcək səhifə 35 olacaq. Yəni artıq burada bir nömrə daxil eləməyə ehtiyac yoxdur. Birinci səhifəni və bir də sonuncu səhifəni daxil eləyəndə
Ardıcıllıqla oradakı bütün səhifələrin hər biri çapa gedəsidir. Bunlar oldu. Bu belə deyək də çapın alt kateqoriyaları. Bir də uşaqlar, bax burada aşağıda 2 dənə əmr var. Only print odd page, only print even page əməliyyatları. Bunlar nə işə yarayır? Odd page nədir? Əgər siz odd page əməliyyatını seçsəz, sənədinizin tək nömrəli səhifələri çapa gedəcək. Məsələn, tutaq ki, sizin 50 səhifəlik bir sənədiniz varsa, odd page əməliyyatında sənədiniz gəlib belə çap olunacaq. 1, 3, 5, 7, 9 bu şəkildə. Ancaq tək nömrələr. Əgər siz only print even page əməliyyatını seçsəz, bu zaman isə sənədinizin yalnız cüt nömrəli səhifələri 2, 4, 6, 8, 10, 12 bu qaydada çap əməliyyatı icra olunasıdır. Deməli, printin alt kateqoriyalarını bildik. Əslində bununla bağlı məsələlər olur. Müəllif testlərində bununla bağlı məsələlər var. Məsələn, Array dimdən biraz kənar testlər salıbdır. Orada rastlaşa bilərsiniz. Amma ümumilikdə indiyənə qədər ki, qəbullarda printin içərisindən məsələ düşməyibdir abituriyentlərə. Amma yəni düşsə də çətin bir şey deyil, mahiyyəti rahat bir şeydir. Sonra burada əməliyyat var. Bir də bunları deyəcəm. One side adından da göründüyü kimi sənədin, vərəqin bir üzərində çap əməliyyatını icra eləyir. Manual print on both side əməliyyatı isə sənədin, yəni vərəqin hər iki üzündə çap əməliyyatını yerinə yetirir. Ondan sonra bir də bu aşağıdakı parametri qeyd eləyəcəm uşaqlar. Bu aşağıdakı parametr nədir? Siz çap eləyəndə bir vərəqi bir səhifədə çap eləyə bilərsiniz. Məsələn, one page per sheet. Bir vərəqi bir səhifədə çap eləyəcək. Yəni, məsələn, hal-hazırda bir vərəqdə bir səhifəni görürsünüz. Məsələn, mən two page per sheet seçsəm, two page per sheet seçəndə bir vərəqdə 2 səhifə çap olunacaq. Yəni, məsələn, A4 deyil, A4'ü albomlu formada, elə bir vərəqi albomlu formada 2 vərəqi bir səhifəyə yerləşdirəcək. Sonra 4 vərəqi bir səhifəyə yerləşdirə bilər. Sonra 6 vərəqi bir səhifəyə yerləşdirə bilər. Maksimum 16 dənə vərəqin ölçüsünü kiçildib bir səhifəyə yerləşdirə bilər. Bu da olur printin parametrləri. Fayl menüsündən sizə lazım olan hissələr bunlardır. Bu printin içərisindən sizin qarşınıza məsələn nəzəri suallar çıxa bilər. Tutaq ki, bu print selection'ı verib soruşa bilər ki, nə işə yarayır? Və yaxud print current page verib soruşa bilər ki, nə işə yarayır. Yəni, belə suallarla rastlaşa bilərsiniz testlərdə. Fayl menüsündən sonra uşaqlar bizdən nə gəlir? Bəli. Sual verə bilərəm. Təbii ki. Orada bir səhifədə biz özümüz seçirik də, məsələn, bir vərəqdə bir neçə səhifə çap olunsun. Orada standart rəqəmlərdir, yoxsa rəqəmləri özümüz dəyişə bilirik? Yox, özümüz dəyişə bilmirik. Ancaq proqramın verdiyi kimi. Bax, burada nə vermişdi? 2, 4, 6, 8, 16 veribdi. Sənə fikir ver. Bəli. Maksimum təyin eləyə biləcəyim bunlardır. 1, 2, 4, 6, 8, 16. Yəni, məsələn, özüm istəyirəm ki, bir vərəqə 10 səhifə çap eləyim. Yox, elə bir şey yox. Aydındır? Bəs elə bir proqram var, müəllim. Nəşriyyat sistemlərində bəlkə eləmək mümkün olar. Çünki nəşriyyat sistemlərində həm mətn yazmaq var, həm mətnin dizaynı var. Yəni, orada eləyə bilərsən. Nəşriyyat sistemlərində ola bilər. Oldu, müəllim, çox sağ olun. Word standart seçim verir. İndi gəldik baxdıq. Buyur, sən sağ ol. Deməli, indi gəldik baxdıq nəyə? İndi gəlib baxırıq biz Home Left tabının elementlərinə. Home Left tabının elementlərində görək bizdə nələr var. Deməli, gəlin baxaq uşaqlar. Home Left tabının içərisində birinci görürük burada Clipboard əməliyyatın. Clipboard nədir? Mübadilə buferidir. Burada izah eləyəcəklərimi yaxşı-yaxşı yadınızda saxlayın. Çünki testlərdə Word-ün praktik sualların buradan salırlar. Hansı tipdə? Bu qədər kontrol, məsələn, deyir, 5 abzas verir. Deyir ki, birinci abzas Ctrl-C, sonuncu abzasın axırından 3 dəfə Ctrl-V. Sonra deyir, ikinci abzas seçildi, Ctrl-X. Sonuncu abzasın axırında 2 dəfə Ctrl-V. Yəni, bu tipli suallar çıxacaq qarşınıza. Mübadilə buferi nədir? Mübadilə buferi sizin necə işinizə yarayır? Məsələn, tutaq ki, görürsünüz, burada hal-hazırda cut və copy əməliyyatları deaktivdir. Görürsünüzmü? Solğun rəngdədir. Bunlar nə zaman aktiv olur?
Bunlar o zaman aktiv olur ki, siz sənədin içərisində seçim eləyəsiniz. Məsələn, mən gəldim burada, seçdim 5-ci abzası. 5-ci abzası seçdim. 5-ci abzası seçdikdən sonra 5-ci abzası seçdikdən sonra görürsünüz artıq burada cut da aktivdir, copy da aktivdir uşaqlar. Mən gəlirəm burada birinci copy və yaxud cut əməliyyatlarından hər hansı bir əməliyyatı icra edirəm. Baxın, cut əməliyyatı. Cut kəsməkdir. Klaviatura qısa yolu Ctrl X. Gəlin bunu əlavə eləyək bu tərəfə. Deməli, gəldik nə dedik? Verdik cut əməliyyatı. Klaviatura qısa yolu nə oldu? Ctrl plus X. Neynir? Kəsib götürür. Buradan da elə qısaca yazıram, kəsmək. İndi mən burada cut əməliyyatını icra eləsəm, mənim burada seçilmiş abzasım silinəcək. Bax, görürsünüz, silindi. 4-cü abzasdan sonra gəldi 6-cı abzas. Cut əməliyyatı seçdiyiniz hissəni kəsib götürür. İndi gəldik, baxdıq. Hara ötürdü onu? Mübadilə buferinə. Baxın, buradakı düyməni vurdum, görürsünüz. Artıq həmin fraqment görürsünüz, burada yerləşib. Baxın, 5-ci abzas görürsünüz. Mübadilə buferini açdım. Gördüm ki, mən Ctrl X elədiyim, gəlib bura düşübdür cut əməliyyatında. İndi baxın, mən kursoru istənilən bir yerdə saxlayıb, bax burada 10-cu abzasdan sonra gəlirəm. Kursoru saxlayıram burada. Mən gəlib burada paste əməliyyatını icra edirəm. Paste əməliyyatında klaviatura qısa yolu Ctrl V-dir. Baba, görürsünüz, artıq həmin hissə gəldi, düşdü bura. Bu fraqment mübadilə buferindən silindiyi ana qədər mən paste eləyə bilirəm. Görürsünüz, fraqment buradadır. Mən neçə dəfə paste eləsəm, bax görürsünüz, bir də gəldim paste elədim, bir də gəldi yapışdı bura. Bir də gəlib paste eləsəm, bir də gəlib yapışacaq bura. Yəni mən cutdan sonra istənilən sayda paste eləyə bilərəm. Nə qədər vaxta qədər? Ta ki mən gəlirəm buradan, bu fraqmenti clear təmizləməkdir. Bu fraqmenti silirəm. Fraqmenti sildim. Fraqment silinən kimi görürsünüz, paste eləyə bilmədim. Aydındır. Deməli, paste nə oldu? Paste yapışdırmaqdır, uşaqlar. Cutdan sonra seçdiyiniz fraqmenti, kursoru harada yerləşdirsəz, gəlib ora yapışdıracaq. Paste-də biz deyirik yapışdırmaq. Paste nə oldu? Yapışdırmaq. Buradan da gəldik, yazdıq. Yapışdırmaq. İndi gəldik. Cut dedik ki, fraqmenti kəsib götürdü. İndi gəlib baxırıq uşaqlar. Copy əməliyyatına. Copy əməliyyatı nədir? Gəldim, baxın, seçdim 2-ci abzası. Bax, görürsünüz, təzədən cut da aktivləşdi, copy da aktivləşdi. Bu dəfə cut yox, copy əməliyyatının üzərinə vururam. Klaviatura qısa yolu Ctrl-C-dir. Baxın, copy-nin üzərinə vurdum. Copy heç bir dəyişiklik eləmədi. Bax, görürsünüz, buradakı abzas silinmədi. Cut eləsəydim, abzas silinərdi. Amma copy elədim deyə abzas silinmədi. Gəldim, buradan yazdım copy əməliyyatı. Copy əməliyyatının da klaviatura qısa yolu Ctrl plus C. Neynir? Fraqmentin sürətini çıxardır. Sürət çıxarma yazıram bura. Sürət çıxarma. İndi baxın, mən gəldim buradan, yenə mən bunu seçdim, copy elədim. O dəqiqə görürsünüz, paste aktivləşdi. Deməli, paste aktivləşibsə, deməli, mübadilə buferinə neysə gedibdir. Bax, görürsünüz, copy nüsxəsini çıxardıb mübadilə buferinə göndərir. Amma cut birbaşa kəsib götürüb mübadilə buferinə göndərir. Deməli, mən yenə gələrəm buradan, gəlirəm sənədin istənilən bir hissəsində kursorumu saxlayıram. Məsələn, gəldim, kursoru saxladım burada. Aydındır. Gəlirəm buradan, paste əməliyyatını icra eləyirəm. Gəldim, baxın, paste'in üzərinə vurdum. Görürsünüz, yapışdırdı bura. Sonra gəldim, bir də vurdum. Baba, görürsünüz, ardınca yenə yapışdırdı. Bir də vurdum, yenə gəldi, yapışdırdı. Nə qədər yapışdıracaq? Deyəsiniz ki, yenə burada, baxın, mən bu fraqmenti sildiyim ana qədər gəlib hər dəfə paste eləyə bilərəm. Heç bir problem olmayacaq, yapışacaq. Amma mən gəlib bunu buradan silsəm, clear eləsəm buranı, artıq görürsünüz, paste neynədir? Deaktiv oldu. Deməli, paste əməliyyatı, cut və copy əməliyyatlarının nəticəsini sənədə yapışdırır. Nə qədər yapışdıra bilər? Mən həmin fraqmentləri mübadilə buferindən sildiyim ana qədər yapışdıra bilər. İndi gəldik, baxdıq. Burada üçüncü bir düymə var. Format Painter. Deyirsiniz ki, Format Painter neynir? Uşaqlar, Format Painter formatı köçürür. İndi formatı köçürmə nə deməkdir? İndi onu izah edeyim.
Baxın, görürsünüz, buradakı abzasa fikir verin. Bax, bu sətir qalın şriftlə yazılıbdır. Amma aşağıdakı sətir qalın şriftlə yazılmayıbdır. Fərqli şriftlə yazılıbdır. İndi mən buradakı ölçünü, buradakı şrift tipini bilmirəm nədir. Amma istəyirəm ki, bu aşağıdakı tipi də yuxarıdakı kimi qalın yazım. Bax, mən bu fraqmenti seçdim. Bax, burada Format Painter düyməsi var. Format Painter düyməsini aktivləşdirirəm. Format Painter düyməsini aktivləşdirib mətnə tərəf gələndə kursor ox işarəsindən görürsünüz, keçir bir çotka işarəsinə. Mən gəlirəm, seçim eləyirəm. Seçim eləyən kimi yuxarıdakı formatı olduğu kimi aşağıya köçürdü. Başa düşdünüz nə demək istədiyimi? Format Painter neyinir? Format Painter bir fraqmentin, seçilmiş bir fraqmentin formatını, yəni ölçüsünü, şrift tipini, rəngini olduğu kimi başqa bir mətnə köçürür. Ondan sonra uşaqlar, bu cut copy'li suallarda sizin qarşınıza belə suallar çıxacaq. Delete və backspace düymələri. Delete düyməsi də mətndə silmə işini həyata keçirir. Backspace düyməsi də. Uşaqlar testlərdə qarışdırırlar. Yadınızda saxlayın uşaqlar. Buradan düymə kombinasiyalarını yazıram yenə də. Gəldim, birinci qeyd elədim. Delete düyməsi. Delete. Delete düyməsinin təyinatı necədir uşaqlar? Kursordan sağa doğru. Kursordan sağdakı simvolu silir. Bir də var backspace düyməsi. Backspace düyməsi. Burada da gəlib deyəsiniz ki, kursordan soldakı simvolu silir. Kursordan sağa və kursordan sola. Bununla da bağlı testlərdə suallar qarşınıza çıxacaq. Məsələn, mən kursoru gəlib saxlamışam banklar sözünün qarşısında. Baxın, indi delete sıxıram. Delete sağa doğru. Baxın, mən sıxdıqca, baba görürsünüz, simvolları sağ tərəfdən silir. Aydındır? İnvestisiya fondları, şirkətlər, maliyyə mütəxəssislərinə daimi ehtiyac duyurlar. Məsələn, bu cümləni bütövlükdə sildim. Görürsünüz, ancaq neçə dəfə sıxsam delete, ancaq sağ tərəfdən silir. İndi gəlin baxaq backspace düyməsinə. Gəlirəm backspace düyməsini sıxıram. Və görürsünüz, backspace düyməsi də başlayır sol tərəfə doğru silir. Testlərdə bununla da bağlı praktik suallar var. İfadə verəcək. Kursoru mətnin ortasında saxlayacaq. Deyəcək ki, 5 dəfə backspace, 4 dəfə delete düyməsi sıxılarsa aşağıdakı mətndən hansı hissə qalar? Onda siz bilməlisiniz ki, delete kursorun dayandığı yerdən sağ tərəfə doğru, backspace isə kursorun dayandığı tərəfdən sol tərəfə doğru silinmə eləyir. Bu düymələrin də təyinatını bildiniz. Ondan sonra gəlib baxırıq uşaqlar burada font bölməsinə. Font bölməsi nə işə yarayır? Font bölməsi uşaqlar şriftləri formatlaşdırma əməliyyatlarını həyata keçirir. Şriftləri formatlaşdırır. Necə formatlaşdırır? İndi izah eləyəcəm. Buradan siz uşaqlar şriftin tipini təyin eləyə bilərsiniz. Şriftin tipləri müxtəlifdir. Məsələn, mən gəldim, seçdim bu abzası seçdim. Burada müxtəlif tiplər var. Times New Roman var, Arial var, Algerian var. Susma vəziyyətində yadınızda saxlayın. Həmişə şrift tipi kalibr olur. Yəni proqramı açanda sizin orada gördüyünüz şrift tipi həmişə kalibr olacaq. Və susma vəziyyətində bu tərəfdən də şriftin ölçülərini təyin eləyə bilərsiniz. Yenə susma vəziyyətində şriftin ölçüsü uşaqlar 11 olur. Yəni proqramı açdığınız vəziyyətdə şrift tipi kalibri, şriftin ölçüsü 11 olasıdır. Amma siz təbii ki, bunu dəyişə bilərsiniz. Şriftin tipin, məsələn, Times New Roman ölçüsünü 14 verirəm. Və şriftin minimal ölçüsü susma vəziyyətində 8, maksimal 72-dir. Bu proqramın sizə verdiyi seçimlərdir. Amma bu ən minimal deyil. Məsələn, arraydə sual olacaq, şriftin ən minimal ölçüsü. Şriftin ən minimal ölçüsü 1-dir. Məsələn, mən bura 1 yazdım, görürsünüz, 1 o qədər kiçikdir ki, oxunmur. Özdə şrift ölçüsü uşaqlar point ya da punktla ifadə olunur. Şriftə verə biləcəyiniz ən böyük ölçü 1638-dir. Məsələn, mən bura daxil eləyirəm 2000, enter vururam. Və nə yazır? Yazır the number must be between 1 and 1638. Deməli, burada yəni deyir ki, təyin eləyə biləcəyiniz ən kiçik ölçü 1-dir,
ən maksimal ölçü 1638. Amma uşaqlar 1638 o qədər böyük ölçüdür ki, yəni o bir vərəqin üstünə yerləşmir. Yəni bir vərəqdən daha böyükdür. Sonra gəlir burada bu böyük A görürsünüz və bir də nisbətən kiçik A görürsünüz. Bax bunlar da şriftin ölçüsünü artırır və şriftin ölçüsünü azaldır. Sonra burada yanında change case deyə bir düymə var. Bu change case düyməsi nə edir uşaqlar? İndi mən bunu bir abzas üzərində göstərəcəm sizə. Tutaq ki, mən gəlirəm, baxıram burada. Deməli elə bu 6-cı abzası. Seçirəm 6-cı abzası. 6-cı abzası seçəndən sonra gəlirəm bu change case pəncərəsini açıram. Bunun üzərinə vuranda burada görürsünüz 5 dənə seçim var. Sentence case, lower case, upper case, capitalize each word, Google case. Bax, capitalize each word-də nə görürsünüz? Hər sözün birinci hərfi böyükdür. Yəni bu əmr seçilsə, sizin abzasınızdakı yəni abzasınızdakı hər bir sözün başlanğıc hərfi böyük olacaq. Məsələn, gəldim, seçdim. Fikir verin. Verilmiş mətndə hər sözün birinci hərfi böyükdür. Capitalize each word əmri daxil elədiyiniz mətndə, yəni mətni seçib bu əməliyyatı icra eləsəz, hər sözün birinci hərfi böyük olacaq. Sonra ikinci. Burada görürsünüz. Google case. Məsələn, axırıncına baxıram. Burada da əksinə. Google case əməliyyatını seçəndə hər sözün birinci hərfi kiçik, digər hərfləri böyük olacaq. Yəni görürsünüz, hər sözdə birinci hərf kiçik, digərləri böyük. Sonra nə var burada? Sonra burada var upper case. Upper case nə olan şeydir? Upper case-də nətər görürsünüz şriftləri? Hamısı böyük ölçüdə. Enter vurdum, görürsünüz abzasınızda mətnin hamısı böyük hərflərdən verildi. Sonra lower case. Lower case nətər yazılıb? Kiçik hərflərlə. Deməli, bu sizin mətninizin hamısını kiçik hərflərə çevirəcək. Görürsünüz, mətninizin hamısı kiçik hərflərlə çevrildi. Və bir də sentence case. Bu artıq sizə normal cümlə formatı. Cümlə formatı nətərdir? Mətndə birinci hərf, başlanğıc sözün birinci hərfi böyük, digərləri kiçik şəkildə davam eləyir. İndi deyirsiniz ki, bu qırmızı dalğalı xəttlər nə olan şeydir? Uşaqlar, qırmızı dalğalı xəttlər mətndə səhvləri bildirir. Hansı səhvləri bildirir? Orfoqrafiya səhvlərini bildirir. Orfoqrafiya səhvi nədir? Mətnin yazılma dili ilə proqramın şrift dilində fərq var. Məsələn, burada Ə hərfləri var, Ş hərfi var, Q hərfi var, İ hərfi var. Amma aşağıda fikir verin, əlifba nədir? İngilis əlifbası. Ctrl A düyməsi bütöv mətni seçir. Qoy bunu da buradan qeyd eləyək. Yazıram select. Select all yazıram. Select all. Select all hamısını seçməkdir. Bunun da klaviatura kombinasiyası uşaqlar Ctrl plus L-dir. Ctrl plus L. L üzr istəyirəm. L nə idi? Ctrl plus A. Deməli, bu neynir? Bütün mətni seçir. Buradan qeyd elədik. Bütün mətni seçir. İndi gəldik, baxdıq. Bax, mən bu qırmızı xəttlərin itməsini istəyirəmsə, gəlirəm, Ctrl A eləyirəm. Çünki bu qırmızı dalğalı xəttlər bütöv mətndə var. Gəlirəm buradan ingilisin yerinə, üzərinə vururam, seçirəm Azərbaycan. İngilisin yerinə Azərbaycan seçdim, OK vurdum. Görürsünüz, artıq mənim qırmızı dalğalı xəttlərim mətndə yoxdur. Yəni, mətnin yazılma dili ilə proqramın şrift dilinin üst-üstə gətirilməsidir bu. Sonra gəldik, baxdıq. Burada başqa nələr var? Gəldim, seçdim bu abzası. Burada var B əməliyyatı. Bu bolddur. Klaviatura qısa yolu Ctrl B. Neynir? Mətni qalın şəkildə verir. Görürsünüz, baxın dəyişikliyi gördünüz. Ctrl B. Nə işə yarayır? Qalın yazır. Əlavə eləyirik bura nəyi? Ctrl B-ni. Gəldik, əlavə elədik. Bold. Bold nə deməkdir? Qalın yazı. Ctrl plus B. Mətni buradan qeyd elədik. Qalın yazır. Qalın yazır. Sonra gəldik, baxdıq. Nə gəldi bizdə? Boldun yanında, qalının yanında. Burada var italik. Baba, dəyişikliyi görürsünüz. Bir balaca maylı yazı, italik. Kursiv yazı deyirlər buna. Aydındır? Gəldik bunun da. Klaviatura qısa yolu nədir? Burada görürsünüz. Ctrl I. Baba, bura gələndə göstərir. Ctrl I. Gəldik bunu da əlavə elədik bura. Gəldik, qeyd elədik. İtalik. Klaviatura qısa yolu.
Ctrl plus i ne işe yarayır? Metni kursivlə, kursivlə də yəni maili yazır. Ondan sonra bir də orada gələcək baba bu düymə. Underline, baba U, Ctrl U. Bu da neyniyəcək? Seçilmiş hissəyə altdan xətt verəcək. Aydındır. Hətta buradakı bu düymənin üzərinə vurub siz xəttin tipini də dəyişə bilərsiniz. Dalğalı, sınıq-sınıq, qoşa xətt, bu kimi xəttləri çəkə bilərsiniz. Deməli gəldik, qeyd elədik. Underline. Underline'ın da klaviatura qısa yolu Ctrl plus U. Neynir? Deyəsiniz ki, mətnin altından xətt çəkir. Mətnin altından xətt çəkir. İndi gəldik, baxdıq. Sonra nə gəlir bizdə? Sonra burada var. Bax bu. Burada düymə kombinasiyası yoxdur. Strike through mətnin üstündən xətt çəkir. Strike through mətnin üstündən xətt çəkir. Sonra burada siz subscript və superscriptləri görürsünüz. Subscript nə olan şeydir? İndeksdə yazı. Yəni məsələn H2 SO4 yazmaq istəyirsinizsə, gəlirsiniz buradan, tutaq ki, gəldiniz, kursorunuzu saxladınız burada, bir balaca şrift ölçüsünü böyüdürəm, yazdım H2 SO4. Görürsünüz 2 ilə 4 siz istədiyiniz kimi deyil. Onda gəlirsiniz, subscript aktivləşdirirsiniz, 2-ni yazdınız. Sonra gəlirsiniz, S-inizi yazdınız, subscript'i söndürüb, O-nuzu yazdınız. Sonra gəlib təzədən aktivləşdirib 4-ü indeksdə yaza bilərsiniz. Ondan sonra ikincisi nədir? İkincisi superscriptdir. Superscript nədir? Məsələn, siz yazmaq istəyirsiniz ax kvadratı plus bx. Ax kvadratı yazanda 2 belə durur. Onda siz superscript'i yandırıb 2-ni yazdınız. Sonra söndürürsünüz. Üstə gələk bx, üstə gələk c bərabərdir 0 şəklində yaza bilərsiniz. Sonra burada nə görürsünüz? Burada görürsünüz text effect. Text effect nə olan şeydir? Seçdiyiniz fraqmentə, belə deyək də, effektlər verir. Şrift effektləri. Baxın, burada dəyişiklik elədikcə, buradakı A-nı siz hansı stildə görürsünüzsə, mətninizdə həmin stildə olur. Burada aşağıda onların dəyişikliyi üçün rəng seçimləri filanla bağlı dəyişikliklər var. Bu dəyişiklikləri icra edə bilərsiniz. Sonra bu mətnə marker effekti verir. Marker effekti nədir? Siz hər hansısa kitab filan oxuyanda, eləyəndə altından xətt çəkirsiniz, nə bilim qırmızı qələmlə eləyirsiniz, ya bu markerlərdən alıb markerlə rəngləyirsiniz. Mətndə də eyni şeylər eləmək olar. Bu da mətnə marker effekti verir. Yəni burada gördüyünüz düymə. Buna deyirlər highlight color. Highlight color. Mətnə marker effekti verəcək. Sonra bir də burada görürsünüz, bu artıq şriftin rəngini dəyişir uşaqlar. Bax görürsünüz bu, burada mən dəyişiklik elədikcə görürsünüz şriftlərin rəngini təyin eləməyə imkan verir. Şriftə rəng təyin eləyir. Bir də burada düymə görürsünüz, clear all formatting düyməsi. Bu neynir? Mətni susma vəziyyətinə qaytarır. Mətnin susma vəziyyəti nədir uşaqlar? Baxın, tutaq ki, mən bura təyin eləmişəm Times New Roman. Ölçü təyin eləmişəm 22, qalınlıq vermişəm, kursiv vermişəm, altdan xətt çəkmişəm, highlight color vermişəm. Yəni bu artıq mətnin formatlanmasıdır. Clear formatik mətni susma vəziyyətinə qaytarır. Deyirsiniz ki, müəllim, susma vəziyyəti nədir? Uşaqlar, susma vəziyyəti proqram açılanda şrift tipi və ölçüsü nə olurdu? Kalibri 11. Mətni kalibri 11-ə qaytaracaq. Bax görürsünüz, kalibri 11-ə qaytardım. Yəni oradakı qalınlıq, kursiv, altdan xətt, mətnin rəngi, hamısı silindi. Bir dənə highlight color qaldı. Başa düşdünüz? İndi gəldik, baxdıq. Siz mətndə formatlanma və redaktə anlayışları uşaqlar fərqli anlayışlardır. Onları qarışdırmayın. Mətnin formatlanması başqa şeydir, mətnin redaktəsi başqa şeydir. Formatlanma nədir? Formatlanma yadınızda saxlayın, vizual görüntünü dəyişir. Vizual görüntünü dəyişir. Yəni siz şriftin ölçüsün, rəngin, formasın, abzasın, quruluşun, yəni vizual cəhətdən bəzək-düzək verirsinizsə mətninizə, siz onda mətni formatlamış olursunuz. Aydındır? Formatlanma neynədir? Vizual görüntünü dəyişdi. Bir də var
redaktə. Uşaqlar, redaktə isə mətnin məzmununu dəyişir. Mətnin məzmununu. Aha, düz yazmışam. Mətnin məzmununu dəyişir. Məzmunun dəyişmək nə deməkdir? Yəni abzasın, müəyyən bir abzası silirsiniz, başqa bir abzas əlavə edirsiniz, abzasların yerini dəyişirsiniz, yeni cümlələr yazırsınız, hər hansısa cümlələri seçib silirsiniz. Yəni məzmunda dəyişiklik varsa o redaktə sayılır. İndi gəldik, davam edirik. Buradasınız, yorulmamısınız ki, informasiya qəbul edə bilirsiniz. Bir dənə səs eləyin görüm. Buradayım müəllim. Buradayım. Buradayıq Aha, müəllim. aha, lap yaxşı. İzah elədiyim şeylər çətin gəlmir ki, başa düşmədiyiniz, qaranlıq qalan məqam varsa qeyd eləyin. Xeyr müəllim, çox Müəllim, açıq şəkildə izah edirsiniz. Təşəkkür eləyirəm. müəllim bir Davam dənə edirik. AA-nı bir də izah eləyə bilərsiniz, zəhmət olmasa. Nəyi? AA-nı yuxarıda var, böyük Hə, harf siyahıyla. bunlar yan-yana olanı. Bəli müəllim. Aha, bir də izah eləyim. Deməli belə. A altdan qırmızı mətni rəngləyirdi, Anar. Bax inci. Deməli, Başa düşdüm müəllim. Başa düşdüm dəqiq. müəllim. Görəndə yadıma düşdü. Bəli müəllim. Ha, əla. İndi gəldik, baxdıq. Davam eləyirik. Gəlirik burada uşaqlar. Paraqraf, font şriftləri formatlaşdırmaq üçün idi. Paraqrafda abzası formatlaşdırmaq üçündür. Abzası necə formatlaşdırmaq olar? Başlayaq danışaq. Birinci var abzasın düzləndirilməsi. Bax, bu abzas düzləndirilməsi 4 cür abzas düzləndirmək olar. Və görürsünüz, hal-hazırda seçim buradadır. Məsələn, mən gəlib bu abzası seçirəm. Seçdim bu abzası. Yenə bax, görürsünüz, düymə buradadır. Bax, görürsünüz, burada buna deyirlər align left, yəni sola doğru düzləndirmə. Sola doğru düzləndirmədə mətn sol tərəfdən elə bir xəttkeş qoyub yazmısan. Dümdüzdür sol tərəfi. Aydındır? Mətni sola doğru düzləndirməyin klaviatura qısa yolu Ctrl-L. Bu testlərdə qarşınıza çıxır. Düymə kombinasiyaları ilə bağlı seçim sualları qarşınıza çıxacaq. Align left. Klaviatura qısa yolu nə oldu? Ctrl+L. Neynir? Abzası sola doğru düzləndirir. Qeyd elədik. Abzası sola düzləndirir. Sonra gəldik. İkinci gördüyünüz düymə mətni gəlib tam mərkəzdə yerləşdirir. Bax, bu center əməliyyatıdır. Görürsünüz, center. Klaviatura qısa yolu Ctrl-Y. Üzərinə vuranda mətni gəlib tam mərkəzdə. Görürsünüz, sol tərəfdə girintili çıxıntılıdır, sağ tərəfdə girintili çıxıntılıdır. Gəlirik, buradan yazdıq, center. Centerin klaviatura qısa yolu Ctrl+Y. Nə işə yarayırdı? Mətni mərkəzə düzləndirir. Mərkəzə düzləndirir. Ondan sonra burada var sağa doğru düzləndirmə. Baba, align right əməliyyatı. Align right. Mətni sağa doğru düzləndirir. Yəni, mən bunu icra eləsəm, fikir verin, elə bir xətt qoydum, dümdüz, mətni sağa doğru düzləndirmişəm. Klaviatura qısa yolu Ctrl-R. Gəldik, yazdıq. Align right. Align right. Klaviatura qısa yolu Ctrl+R. Right sözünün baş hərfi deyir ki, mətni deyəndə abzası deyək, mətni qeyd eləmək abzasları. Bunların hamısı abzasın düzləndirməsi sayılır. Abzası mərkəzə düzləndirir. Sonra burada da gəlib deyirik ki, abzası sağa düzləndirir. Abzası sağa düzləndirir. Sonra bir də justify əməliyyatı var. Uşaqlar burada Ctrl-J. Bu düyməni seçəndə mətn hər iki tərəfdən düzlənir. Baba, mətnin görürsünüz, fikir verin. Bu vizual cəhətdən daha səliqəli görsənir. Həm sağ, həm sol tərəfdən düz göstərir. Bunun da klaviatura qısa yolu, əməliyyatın adı justify. Klaviatura qısa yolu Ctrl+J. Buna tam düzləndirmədə deyirlər. Abzası tam düzləndirir. Tam düzləndirmədə deyirlər. Tam əvəzinə bəzən eninə də yazırlar. Bəzi testlərdə eninə.
Buradan da düzləndirir. Buna da əlavə olaraq, yəni tam düzləndirmə, eninə düzləndirmə, bunu da yazıram mötərizənin içərisində hər iki tərəfdən düz. Yəni girinti çıxıntı yoxdur. Hər iki tərəfdən düzdür abzasımız. Abzasın düzləndirmələrini bildiniz. Deməli 4 cür düzləndirmə var idi. Sola düzləndirmə, mərkəzə düzləndirmə, sağa düzləndirmə, eninə, tam və yaxud hər iki tərəfdən düzləndirmə. Sonra bunun yanındakı düymə sətirlər və abzaslar arasındakı boşluğu təyin edir. Uşaqlar, baxın hal-hazırda sətirlər arasındakı məsafə 1-dir. Rəsmi sənədlərdə bu 1,15 olur. Baxın, mən burada dəyişiklik elədikcə sətr arasındakı məsafənin artdığını görə bilərsiniz. Baba, mən burada seçim elədikcə görürsünüz, sətr arasındakı məsafələrin artırıb azalmasına xidmət eləyir. Standart sənədlərdə həmişə rəsmi sənədlərdə, rəsmi yazışmalarda sətr arası məsafəni 1,15 qoyurlar. 1,15. İndi gəldik, baxdıq. Sonra bu seçilmiş abzası rəngləyir. Məsələn, bax, mən gəlib buradan hər hansısa bir rəng seçsəm, bax, həmin rəngdən abzasım rənglənmiş olacaq. Yəni, seçdiyim rəngdən abzasımı rəngləyə bilərəm. Ondan sonra bu seçdiyim fraqmentə, baba, burada gördüyünüz düymə var ha. Bu seçdiyim abzasın kənarlarına çərçivə təyin edir. Məsələn, abzasın altına xətt çəkir, abzasın soluna xətt çəkir, abzasın sağına xətt çəkir, abzası bütövlükdə çərçivəyə alır. Yəni, burada siz seçdiyiniz abzasın çərçivələrini təyin eləyə bilərsiniz. Ondan sonra bir də var siyahılar yaratmaq. Bax, bu yuxarıda 3 dənə gördüyünüz düymə ilə siyahılar yarada bilərsiniz. Bu siyahılarda var işarələnmiş markerli siyahılar deyirik biz bunlara. Markerli siyahı nədir? Məsələn, tutaq ki, mən gəlirəm buradan bir siyahı yaradıram. Tutaq ki, gəldim, seçdim. Fərz eləyək ki, bura yazıram kitab. Ondan sonra enter vurub gəlib yazıram qələm. Sonra yazıram dəftər. Sonra gəlib yazıram karandaş. Sonra gəlib yazıram pozan və s. Məsələn. İndi mən gəlirəm, bu siyahıdır da məndə bir dənə. Seçdim bunu. Gəlib buradan, bura mən, baba, bu şəkildə, bunlara deyirlər işarələnmiş siyahı. Buradan hər hansısa bir siyahını seçib bu şəkildə mətndə bir siyahı yarada bilərəm. Buna deyirlər işarələnmiş siyahı ya da markerli siyahı. Və yaxud bir də mən gəlib belə nömrələnmiş siyahılarda yarada bilərəm. Nömrələnmiş siyahı. Görürsünüz, müxtəlif formalarda işarələyir və yaxud nömrələyir. Bir də yanında bir dənə də siyahı var. Buna deyirlər multilevel list, çox səviyyəli siyahı. Siz bunu adətən mündəricatlarda filan görürsünüz. Mövzuna əsas bölməni verir 1, məsələn, sonra verir 1.1, 1.2, 1.3. Bu şəkildə də çox səviyyəli siyahı görə bilərsiniz. Ondan sonra uşaqlar, burada var, məsələn, tutaq ki, bu sizin bir abzasınızdırsa, bu düymə abzası sol boşluq məsafəsin, adətən bunu haçan eləyirlər. Tutaq ki, siz ərzə falan yazanda ərzəni neyinirsiniz? Vərəqin bu hissəsindən başlayıb yazırsınız da. Başa düşdünüz nə demək istədiyimi? Bu hissədə imzalanır, möhürlənir. Siz misal üçün ərzə yazmağa başlamısınız, deyirsiniz ki, bu tərəfdə boşluq saxlayasınız. Gəlirsiniz, abzası sıxışdırırsınız bu hissəyə, bu hissəni sizə boş saxlayır. Abzas elə bir sol boşluq saxlayır, sol boşluğu artırır. Bu düymə isə əksinə sol boşluğu azaldır. Sonra burada var çeşidlənmə əməliyyatı. Bu aktiv işləmir. Bu adətən cədvəllərdə falan yaxşı işləyir. Bir də burada gəlir P düyməsi, bu klaviaturada görünməyən simvolları göstərir. Deyirsiniz ki, klaviaturada görünməyən simvollar hansıdır? Yadınızda saxlayın uşaqlar. Abzaslar və probellər, yəni söz arası boşluqlar və bir də abzaslar mətndə görsənmir. Onun da görünüb görünməməsin tutaq ki, siz bu düymənin köməyi ilə təyin eləyə bilərsiniz. Baxın, fikir verin, mətndə hər probelin yerinə görürsünüz, bir dənə nöqtə düşdü. Hər sözün arasına bir dənə nöqtə gəlib düşüb. Bunları adətən nə zaman istifadə eləyirlər? Normal mətnin yazılma standartı sizə deyir ki, siz, misal üçün, iki boşluqdan istifadə eləyə bilməzsiniz mətin yazarkən. Yəni, mətin yazmısınızsa, rəsmi tutaq ki, dissertasiya yazırsınız. Dissertasiya yazanda
çarxıb sözlərin arasında 2 dənə, 3 dənə boşluq qoymusunuz. Onları yoxlayırlar. Onları yoxlamaq üçün də gəlib bax bundan istifadə edirlər. Tutaq ki, siz də rəsmi sənədlərdə, dissertasiya falan yazanda, eləyəndə, tutaq ki, bir neçə boşluq sıxırsınızsa, həmin boşluqlar nöqtə ilə göstərilir. Gəlirsiniz o boşluqları azaldıb bir dənə boşluq saxlamalısınız. Və abzaslarda belə pi simvolları ilə göstərilir. Yəni tutaq ki, siz çarxıb 2 dəfə abzas sıxmısınız, onda 2 dənə pi simvolu görəsiniz. Yəni abzasın birini gəlib silməlisiniz. İndi gəldik, baxdıq. Bunlar görünməyən simvolları. Görünməyən simvollarda bildiniz ki, söz arası boşluqlar və bir də abzaslardır. Sonra burada Mənim gəlir. bir sualım olasıydı. Mənim o sözlər arası olur ya ki 0,5 məsafə olmalıdır deyə. Aha. Mənim onda bir dənə nöqtə olur, yoxsa 2 dənə nöqtə orada? Əgər orada məsafə olaraq məsafəyə aidiyyəti yoxdur. Sən məsafəni uzatsan da bir söz arası boşluğun başa düşdün nə demək istədiyimi? Yəni o ölçünü özün təyin eləsən də sən bir dəfə sıxanda bir dənə nöqtə görəsən. Probeli bir dəfə sıxsan bir nöqtə görəsən. Yəni məsafəni uzatmağın nöqtənin sayını artırmayacaq. Probeli bir dəfə sıxmısansa bir nöqtə görəsən. Aydındır? Gəlməm, aydın. Sonra gəldik, baxdıq style bölməsi. Style bölməsi uşaqlar bizdə hazır stillər təyin eləyir. Yəni bunlar hazır formatlardır. Tutaq ki, mən seçdim buradan. Bütün stillərə baxıram. Bax, mən burada hansı stili seçsəm, seçdiyim abzasa görürsünüz, həmin stillər tətbiq olunacaq. Baba, buradan hansı stili seçsəm, abzasa həmin stillər avtomatik təyin olunur. Ondan sonra bir də burada bizdə nə gəlir? Editing qrupu gəlir. Editing qrupunun içərisi editing redaktə deməkdir. Bunun içərisində axtarış, əvəz etmə və seçim əməliyyatları var. Burada topluda find ilə bağlı suallar o qədər də çox deyil, amma arraydə bəzi suallar var deyə izah eləyəcəm. Find uşaqlar axtarışdır. Mətnin içərisindən hər hansısa bir fraqmenti, frazanı axtarırsınız, tutaq ki. Find. Findin içərisində məsələn mən gəlib yazıram maaş sözü. Mən mətnin içərisindəki maaş sözlərini axtarıram. Enter vuranda burada dedi ki, baxın, indi burada kursor burada dayanıb yəqin ki, bu maaş sözündə. Deyir ki, mətnin içərisində 23 dənə maaş söz var. Hal-hazırda 17-ci maaş sözü seçilib. Yəni mənim gördüyüm hal-hazırda 17-ci maaş sözüdür. Və mətndəki bütün maaş sözlərinə fikir versəniz, bütün maaş sözləri seçilir. Axtarış verdiyiniz zaman bütün maaş sözləri seçilir. Aydındır? Deməli, find nə edir? Mətnin içərisindən daxil elədiyimiz hər hansısa bir frazanı axtarır, bizə göstərir. İndi gəldik, baxdıq. Bizə dedi ki, bu mətndə 23 dənə maaş sözü var. Hal-hazırda bu maaş sözü seçilibdir. Bu maaş sözü, kursor yəni bu maaş sözünün içərisində olduğu üçün bu 17-ci maaş sözüdür. Bu findin içərisində uşaqlar bir go to bölməsi var. Go to keçidi təmin eləyir. Səhifəyə keçidi təmin eləyir. Tutaq ki, mən indi bu sənədi biraz çoxaldıram. Necə çoxaldıram? Gəlirəm, bunu seçirəm. Bir dəfə kopyalayıram. Sənəd hal-hazırda 6 səhifə kimi görsənir də. Mən bunu bir neçə dəfə sənədə əlavə edirəm ki, sənədin səhifələri çoxalsın. Yəni bütöv mətni bir neçə dəfə mətnin içində kopyaladım. Baxın, mətn oldu 29 səhifə. İndi bu go to ilə bağlı məsələ sizin qarşınıza nə tər çıxacaq? Tutaq ki, mən gəlirəm bura. Bax, bu findin içərisindəki go to-nun üzərinə vururam. Go to-nun üzərinə vuranda məndə belə bir pəncərə açılır. Bu pəncərədə yazıb enter page number. Mən bura yazıram 7. Hal-hazırda baxın, buradan da küncdən baxın. 1 of 29 yazıb. Deyir ki, yəni mətnində 29 səhifə var. Amma sən hal-hazırda birinci səhifədəsən. Mən bura 7 yazdım. Enter düyməsini sıxsam və yaxud go to düyməsini sıxsam, baxın, nə elədi? 7-ci səhifəyə keçid baş verdi. Bayaq 1 of 29 idi, indi 7 of 29 oldu. Əgər mən bura gəlib 7-nin yerinə 15 yazsam, go to vursam, 15-ci səhifəyə keçid olacaq. Aydındır? Yəni bu go to-da hansı nömrəni olduğu kimi daxil eləsəm, 3 daxil eləsəm, mətn qayıdacaq 3-cü səhifəyə. Bax, görürsünüz, page 3 of 29. Birbaşa ədəd yazanda
həmin səhifəyə keçid olacaq. İndi mənim sənədim 29 səhifədir uşaqlar. Mən gəlib 50 yazıb enter vursam nə olacaq? 50 yazıb enter ya da go to vururam. Gəlir sonuncu səhifədə dayanır. Çünki 50 yazanda 50-ci səhifəyə keçməyəcək. Çünki sənin sənədin 29 səhifə idi. Sonuncu səhifədə gəlib dayanacaq. İndi qayıdıram təzədən birinci səhifəyə. Nömrəni yazanda həmin nömrəyə keçir. Yadınızda saxlayın. Səhifədən çox nömrə daxil eləyəndə həmişə sonuncu səhifədə dayanacaq. İndi gəlin baxaq. Mən gəlib bu dəfə plusla yazıram. Üstə gələk 13 yazıram. Üstəgəllə yazanda cari səhifənin üstünə gəlib həmin səhifəyə keçid eləyəcək. Hal-hazırda birinci səhifədəyəm. Üstəgəlsiz 13 yazsaydım 13-cü səhifəyə keçəsi idi. Üstəgəl 13 yazmışam deyə birin üstünə 13 gələsiz deyəsiz ki 14-cü səhifəyə keçir. Bax buradan da küncdə də görürsünüz ki yazdı 14-29. Sonra misal üçün gəlib yazıram plus 12. O dəqiqə nə edəcək? 14-cü səhifədə deyiləm. Nə yazmışam? Üstəgəl 12. Go to eləyirəm. 14-ün üstünə 12 gələndə 26-ya keçməlidir. Go to elədim. Bir verin gəldi neçəyə keçdi? 26-ya keçdi. İndi baxın uşaqlar. Plusla yazdığım kimi minusla da yaza bilərəm. Hal-hazırda neçəni səhifədəyəm? 26-da. Minus 13 yazıram. 26-dan 13 çıxıb 13-cü səhifəyə keçəcək. Gəlib baxsınız 13-cü səhifəyə keçdi. Bununla bağlı da məsələlər sizin qarşınıza. Topluda belə suallar yoxdur. Array'də olacaq. Array'də yazır ki, misal üçün, sənədin cari səhifəsində go to pəncərəsində plus 7 yazısı 15-ci səhifəyə keçidi təmin eləyir. Cari səhifəni tapın. Aha, o dəqiqə deyirsiniz ki, plus 7 yazıb 15-ə keçibsə, onda x-ci səhifədə idimsə, x üstəgəl 7 bərabərdir 15, x də bərabərdir 8-ə. Çox qutardı getdi. Yəni mən cari səhifəm 8 imiş ki, plus 7 yazanda 15-ə keçmişik. Bununla bağlı array'də suallar görəsiniz. Sonra Bəli. burada gəl, bəli. Safta da onda elə olur. Yəni məsələn maksimum 20-dirsə, 25 yazsaq yəni 24 Hə, olur. məsələn tutaq ki, deyirsən ki 29 səhifədir. 13-cü səhifədə mən plus 40 yazıram. Onda 53-ə keçəcək? Yox. Sonuncu səhifə nədirsə, sonuncu səhifəyə keçəcək. Başa düşdün? Bəli. Aha, əla. İndi gəlib baxırıq uşaqlar, replace-ə. Replace nə olan şeydir? Replace əvəz etmədir. Əvəz etmə nədir? Siz bütün mətndə, tutaq ki, uşaqlar, bayaq maaş sözləri var idi. Mən mətni oxuyuram. Mətni yazan adama deyirəm ki, buna mətndə yazmışam. Maaş sözlərini get, sil, əmək haqqı elə. İndi bu da baxır ki, 29 səhifəlik sənədin içərisində maaş sözlərinin hamısını bir-bir seçib, silib, yerinə əmək haqqı yazmaq vaxt itkisidir. Gəlir bir dənə belə bir variant eləyir. Replace-in üzərinə vurur. Buradan find what. Maaş sözün yazır. İndi mən bayaq maaşı seçmişdim deyə ağlımda o qalmışdı. Bayaq axtarışa vermişəm deyə ona görə bax burada maaş sözü görsənir. Gəlir buradan replace with. Replace with-ə yazır. Əmək haqqı. Aydındır? Və birinci replace-i sıxsaz, bu mətndəki ilk maaş sözün, qarşısına çıxan ilk maaş sözün əmək haqqı ilə əvəz eləyəcək. Amma replace all eləyəndə mətndə nə qədər maaş sözü varsa, hamısını əmək haqqı sözü ilə əvəz eləyəcək. Bax, görürsünüz, mən bir neçə dəfə kopyalamışam deyə mətni. 6 səhifə idi də, kopyaladım, artırdım, 29 səhifə elədim. Deyir ki, all done, we made 115 dənə replacement. Deyir, yəni 115 dənə maaş sözü tapıb onu əvəz elədik. OK vursam. İndi gəlirəm. Baxın, gəlirəm find-in içərisinə. Maaş sözü axtarıram. Baba, gör nə yazdı? No match. Deyir, qarşılaşma yoxdur. Niyə? Çünki maaş sözlərini çeviribdir. İndi gəlib yazıram əmək haqqı. Əmək haqqı yazanda baxın, bütün maaş görürsünüz nə yazdı? Result 49. Deyir, hal-hazırda 49-cu əmək haqqı sözünü görsən. 115 dənə əmək haqqı söz var. O da bayaq çevirdiyimiz 115 dənə maaş sözüdür. Bu da belə. Bunu da bildiniz. Sonra gəlir burada select. Burada da bunun içərisindən geniş danışmayacağım. Çünki Word-da o qədər çox seçimlər var. Abituriyent səviyyəsində onların hamısına bir-bir ehtiyac duyulmur. Siz sadəcə yadınızda saxlayın ki, select all, Ctrl A düyməsi ilə, baxın buradan da göstərir sizə, select all, Ctrl A düyməsi ilə bütün mətn seçilir. Bunu yadınızda saxlamağınız kifayətdir.
İndi gəldik baxdıq. Baxın, Homeland tabunun tamamı uşaqlar bundan ibarətdir. Və Homeland tabundan sizə suallar düşəcək onu deyim ki. Sonra gəlib baxırıq Insert Lent tabına. Insert Lent tabının içərisində uşaqlar əməliyyatlar çoxdur. Amma bunun içərisindən sizin qarşınıza çıxa biləcək suallar cədvəllərlə bağlı suallardır deyə sadəcə cədvəllərin əlavə olunması ilə bağlı sualları deyəcəm. Cədvəl əlavə eləyəndə də cədvəllərlə bağlı qarşınıza çıxan suallarda cədvəlin sətr, sütun xanası ilə bağlı hissələr qarşınıza çıxa bilər. Bu əməliyyat icra olundu, o biri əməliyyat icra olundu. Cədvəlin neçə sətri, neçə sütunu, neçə xanası olacaq, belə suallar qarşınıza çıxa bilər. Deməli, yadınızda saxlayın. Baxın, burada cədvəl əlavə eləmək üçün siz bu table düyməsinə müraciət edirsiniz. Table düyməsini sıxdınız. Table düyməsini sıxanda bax, burada sizə bir şablon veribdir. Aydındır. Siz gəlib bu şablondan cədvəl əlavə eləyə bilərsiniz. Məsələn, tutaq ki, birinci, burada mən gəldim burada. Nə yazıb? 6 vur 6. Birinci 6 sütunu göstərir. İkinci rəqəm. Yəni, bu 2 vur 8 yazmayıb. Yəni, 2 dənə sütun, 8 dənə sətr var da burada. Bu da arraydə bununla bağlı sual var. Bu 2 vur 8-də soruşur ki, birinci rəqəm nə ifadə edir, ikinci rəqəm nə ifadə edir. Deyirsiniz ki, buradakı birinci rəqəm sütunun sayını, ikinci rəqəm sətrin sayını göstərir. Yəni, burada bizə bir şablon verir ki, bu şablon əsasında cədvəl formatlaşdıra bilərsiniz. Aydındır. Məsələn, mən gəldim, seçdim 10-un 7-yə. 10-un 7-yə seçdimsə, yəni 10 sütun, 7 dənə sətirli cədvəl yaratdım. Bax, bu cədvəl yaratmağın bir üsulu. İndi gəlirəm, bu cədvəli silirəm. Burada başqa üsullar da var. Buradan insertin üzərində cədvəllərə gələndə uşaqlar, insert table var. Tutaq ki, bu maksimum seçir onun 8-ə. Siz deyirsiniz ki, mən istəyirəm 20 sütun 15 sətir. Deyirəm ki, problem yoxdur. Gəlirəm insert table'a. Uşaqlar, kolum sütun deməkdir. Sütunlarınızın sayını bura daxil edirsiniz. 20 dənə sütun istəmişəm. Sətirlərinizin də sayını bura daxil edirsiniz. 15 dənə də sətir istəmişəm. Yadınızda saxlayın. Kolum sütun, row sətir. OK verirsiniz. 20 sütun 15 sətirdən ibarət cədvəliniz. Baxın, 20 dənə sütunu var, 15 dənə də sətri var. Formalaşdı burada. Bu da cədvəl yaratmağın bir yoludur. Ondan sonra gəldiniz, baxdınız. Tutaq ki, bir də burada cədvəl draw table var, cədvəl çəkmək. Bu o qədər də səlqəli üsul deyil. Amma bunu da göstərim də sizə. Məsələn, gəlirsiniz buradan, birinci seçdiniz belə. Sonra gəlib sətirlərinizi çəkə bilərsiniz. İndi mən bunu qeyri-standart çəkirəm. Bunları xəkkeş qoyub ölçməyə vaxtımız yoxdur. Özüm belə-belə sətirləri və sütunları qeyri-standart elədim. Deməli belə, baxın. Görürsünüz, qeyri-standartdır da. Yəni, standart ölçülü deyil. Amma bunu düzəltməyin bir yolu var, uşaqlar. Düzəltməyin yolu nətərdir? Gəlirsiniz, baxın, cədvəl əlavə eləyəndə, baxın, cədvəldən kənarda, görürsünüz, helpdə qutarır. Aydındır. Amma həmişə cədvəldir, şəkildir, qrafikdir, diaqramdır. Bunları əlavə edib, bunların üzərində işləyəndə, burada əlavə 2 dənə lent tabı yaranır. Bu lent tabı hansıdır? Biri table design'dır, biri layout'dur. İndi mən sətirlərin, sütunların ölçüləri qeyri-standart olanda uşaqlar, gəlirsiniz, cədvəli seçirsiniz. Bax, bu layoutun içərisinə daxil olanda, burada birinci əməliyyat, buradakı cell size xana ölçüsü deməkdir. Distribute row. Distribute row sətir ölçülərini standart eləyir. Baxın, gəldim, vurdum üzərinə. İndi cədvələ baxın, bütün sətirlər standart ölçüdədir. Bayaq biri böyük, biri kiçik idi. İndi baxın sütunlara. Sütunlarımız da qeyri-standart ölçüdədir. Kiçikdir, böyükdür, kiçikdir, böyükdür, böyükdür. Bunları da standart eləmək istəyirəmsə, gəldim, cədvəli seçdim. Bu dəfə də, bax, burada ikinci bir əməliyyat var. Distribute column. Distribute column əməliyyatda uşaqlar sütunları bərabərləşdirir. Bax, görürsünüz ki, cədvəlimiz gəldi oldu akuratlı, səlqəli bir dənə cədvəl. Yəni, siz əllə də çəkib, sonra həmin cədvəlin üzərində dəyişikliklər eləyə bilərsiniz. Ölçüləri bərabərləşdirə, böyüdə, kiçildə standartlaşdıra bilərsiniz. Bu da cədvəl əlavə eləməyin bir üsuluydu. İndi cədvəllərlə bağlı praktik suallar sizin qarşınıza necə çıxacaq? Məsələn, tutaq ki, deyir ki, misal üçün, toplunun suallarından nümunə deyirəm. Tutaq ki, bizim cədvəlimiz belədir. Cədvəldə nə deyir? Deyir ki,
Cədvəlin 3 sütunu, 3 sətri var. Cədvəlin hər sütunundan sonra 2 yeni sütun, hər sətrindən sonra 2 yeni sətr əlavə olunarsa cədvəlin neçə xanası olacaq? Bax bu Word-də belə suallar qarşınıza çıxacaq. Bax sualı bir də deyirəm. Deyir ki, cədvəlin 3 sütun, 3 sətri var. Hər sütundan sonra 2 yeni sütun, hər sətirdən sonra 2 yeni sətr əlavə olunsa, cədvəlin neçə xanası olacaq? O dəqiqə deyirsiniz ki, gəlim qələmi aktivləşdirim. O dəqiqə gəlib nə deyirsiniz? Baxın, əgər qələmimiz niyə yazmır? Aha, gəlib nə deyirəm? Deyirəm ki, sütun sayı 3 dənədir də, düzdür? Sütun sayı 3 dənədir. 3-ün üstünə gəlirəm. Hər sütundan sonra 2 dənəsi. Onda 3 vur 2, 6 dənə sütun əlavə eləyəcəm də mən əlavə olaraq. Ümumilikdə 9 dənə sütunum olacaq. Sonra sətirlərimin sayı da 3 dənə idi. Hər sətirdən sonra da ikisini əlavə eləyəcəm. Onda 3 vur 2, 6 dənəsini əlavə eləyəcəm. Olacaq 9 dənə sətrim. Məndən bu dəyişikliklərdən sonra xana sayını istəyirsə, xana sətr vur sütun deməkdir. 9-u 9-a vuracam, bu da eləyəcək 81. Bax, belə suallar qarşınıza çıxacaq topluda. Qaranlıq qalan bir şey var bununla bağlı. İndi gəldik, baxdıq. Bir də suallar qarşınıza nə tər çıxa bilər? Bax, uşaqlar, cədvəllərdə tutaq bu sualı belə verir. Hal-hazırda siz bir cədvəl görürsünüz də. Mən cədvəlin gəlirəm, bu xanaların seçirəm. Bax, bu layoutun içərisində merge cell əməliyyatı var. Merge cell əməliyyatı. Merge cell əməliyyatında nə deyir? Tutaq ki, sualı sizə belə verir. Deyir ki, 3 sətir, 3 sütundan ibarət cədvəlin ikinci sütunu bütövlükdə seçilmişdir. İkinci sütunu bütövlükdə seçilmişdir. Bundan sonra merge cell əməliyyatı icra olunmuşdur. Uşaqlar, yadınızda saxlayın. Merge cell əməliyyatı xanaların birləşdirilməsi əməliyyatıdır. Deyir ki, bundan sonra cədvəldə neçə xana olar? Baxın, sualı bir də təkrarlayıram. Deyir ki, gəlin lap cədvəlimizi biraz dəyişək. Cədvəlimizə bir neçə sətr əlavə eləyək. Tutaq ki, belə bir cədvəl əlavə eləmişəm və sualı mürəkkəbləşdirirəm. Deyir ki, qoy sütunumuzun da sayını artıraq. Bir dənə də sütun əlavə eləyək. Siz burada 4 sütun 5 sətr görürsünüz. Deyir ki, 4 sütun 5 sətirdən ibarət cədvəlin ikinci sütununun 3-cü, 4-cü, 5-ci xanaları seçildi. 3-cü, 4-cü, 5-ci xanaları seçildi. Layout bölümündən merge cell əməliyyatı icra olundu. Bax, görürsünüz, merge cell nədir? Xanaları birləşdirdi. Aydındır. Daha sonra 4-cü, 5-ci sütunun 5-ci sütun bütövlükdə seçildi. 5-ci sütun bütövlükdə seçildi. Və merge cell əməliyyatı yenidən icra olundu. Bundan sonra alınan cədvəlin xanalarının sayını tapın. Artıq bu birləşdirilmədə bu xanalar bütövlükdə uşaqlar bir xana sayılmış olur. Merge cell əməliyyatı seçilmiş xanaları birləşdirir. Bundan sonra cədvəlin xanalarının sayını tapın. Ondan sonra sayasınız 5 dənə buradadır, 5 dənə burada, bu eləyir 10 dənə. 3 dənə buradadır. 3 dənə buradadır, 13 dənə, bir dənə də burada 14 dənə. Başa düşdünüz nə demək istədiyimi? Bununla da bağlı topluda suallar qarşınıza çıxacaq. Deməli, belə. Bizim qarşımıza topluda Word-la bağlı çıxan suallar ancaq sizə izah elədiyim tipdə görə bilərsiniz. Yəni, topluda bundan kənar bir suallar olmayacaq. Praktik suallar nələrlə bağlı olacaq? Praktik suallar dediyim kimi bir də qeyd eləyirəm. Ctrl-X, Ctrl-C, Ctrl-V, Backspace, Delete bunlarla bağlı praktik suallar testlərdə qarşınıza çıxacaq. Qəbullarda da adətən suallar düşəndə praktik şəkildə bunlardan düşür. Bir də dediyim kimi bu cədvəllərlə bağlı belə suallarla rastlaşa bilərsiniz. Ev tapşırığınız nə olacaq? Ev tapşırığınız topludan Word-ü işləyəsiniz. Amma test sayısı azdır orada, səhv eləmirəmsə. Bəli, qeydləri birləşdirib atacağım. Bir dənə bura əlavə eləyək. Qoy görək hansı düyməmiz qaldı. Hər iki tərəfdən düz. Bir dənə yadınızda saxlayın ki, Enter düyməsi abzas verir. Enter düyməsi yeni abzasa keçid
yeni abzasa keçid. Demək olar ki, buradakı istifadə eləyəcəyiniz, qarşınıza çıxan bütün kombinasiyaları da qeyd eləmişəm. Bunu da sizə göndərəcəm. Topluda 47 sualdırsa, toplu plus ərrey neçə sualdır? Ərreydə biraz sual çox olmalıdır. Qoy bir dənə baxım ərreyə. Topluda bilirəm, azdır. Amma ərreydə uşaqlar, izah elədiklərimdən kənar şeylər var. İmtahana düşəcəkmi, düşməyəcək. Yəni onu da yadınızda saxlayın. Çünki ərrey biraz daha geniş veribdir. Yəni abituriyent proqramın aşkın veribdir. Çünki Word proqramı əslində uşaqlar genişdir. Yəni Word proqramın kurslarda ofis proqramları kimi tək bir dənə Word-ü bir aya keçirlər. Bir aya. Yəni danışsaq aylarla bir ay ərzində biz Word-dən danışa bilərik. Deməli, ərreyə də baxıram. Ərreydə neçə dənədir? Ərreydə 99-da bitir. 123 dənə testi. 123 dənə testi. Amma siz baxım görüm. Ərrey qrupda var idi da, hə. Ərreydən də 47, ərreydə biraz praktik suallar var. Ərreyin də 123 sualından, elə bu 123-ün hamısını deyirəm. Yox, güvən işləməyin. Güvənin təzə versiyasına baxmamışam. Köhnə versiyası, yəni proqramdan kənar şeylər çoxdur. Ərreydə imtahan tipli suallar daha çoxdur deyə. Elə ən yaxşısı ərreydən işləyin. O əlavələr, başa düşmədikləriniz filan nə olarsa, onları narahat olmayın, saxlayın. İzah eləyəndə, əgər sizə aidiyyəti varsa, izah eləyəcəm, deyəcəm ki, hə, bunu yadınızda saxlayın. Aidiyyəti olmayan şeylərdə deyəcəm, uşaqlar üstündən keçirib, bunların sizə düşə bilmə ehtimalı yoxdur. Ümumiyyətlə, bütün qəbullarda anar, bütün qəbullar tam DİM proqramını əhatə eləyir. Yəni, DİM-də nə verilibsə, o səviyyədə düşə bilər. Sadəcə sualları biraz mürəkkəbləşdirib, asanlaşdırıb, çətinləşdirə bilərlər. Məsələn, ondan kənara, yəni inanmıram düşsün. Bir dənə bu il topluda istifadə olunan suallar, mən gördüyüm qədəri ilə təzə toplunun müəlliflərinin arasında Sübhan Musayev əlavə olunubdur və Sübhan müəllimin abituriyentlər üçün olan kitabından suallar var. Yəni, o suallarda bəsit suallardır. Sübhan müəllimin abituriyentlər üçün olan informatika kitabına baxmısınızsa, elə də ağır suallar yoxdur. Onlardan da işləmək olar. Yəni, onsuz da mən testlərdə falan qarışdırıb verirəm onları sizə. Belə, sualınız varsa deyin gəlsin. Testi Müəllim, saxlayıb gələn dəfə yoxlayacağıq. O 30 sınağı. müəllim, Əlavədə, zəhmət kat olmasa, sistemləri əlavə eləyərəm. Tamam, Anar. Buyur, buyur. müəllim, zəhmət olmasa ərləyin PDF-ini yenidən qrupa yönləndirə bilərsiniz. Yoldaşlardan kimsə göndərə bilirsə onu təzədən qrupa göndərsin. Göndərə bilmirlərsə mən göndərərəm. Onsuz da elə məndə yox idi. Məndən də qrupa göndərdilər. Mən də elə əldə elədim. Onun PDF-i tam yox idi məndə. Göndərərik, narahat olma. Samirə, məndə yoxdur Sübhan Musayevin kitabı. Amma Sübhan bizim işlədiklərimizlə müqayisədə Sübhan Musayevin testi çox belə şey qalır, yüngül qalır. Çünki Sübhan Musayevdə ağırlıqlı testlər yoxdur. Amma işləmək üçün belə maraqlı gəlirsə, şeydən bəlkə Telegram kanallarında falan ola bilər. Onun da təzəsi yox, köhnəsi olacaq olsa. Belə şey, Kariçnevi üzlü kitabdır. Necə rəng deyim? Məndə olmalıdır, şəkli atarım qrupa. Amma belə tam PDF-i yoxdur. Hə, belə. Başqa sualınız var? Xeyr, Kiminsə... müəllim, yoxdur. Çox sağ olun. Görmürəm. Aha, onda belə eləyirik. Bu günlük sağollaşırıq sizlə. Gecəniz xeyrə qalsın. Özünüzdən müğayət olun. İnşallah şənbə günü görüşəcəyik. Şənbə günü də heç nə ancaq test təhlili olacaq. Şənbə günü artıq yeni bölümümüz olmayacaq. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ Sağ olun, olun. müəllim. Sağ olun. Sağ olun, müəllim. Sağ olun. Sağ olun.